Mən başa düşürəm, bugünkü gün hamımız daha yuxarı maaş istəyirik, daha çox qazanc istəyirik. Sən də, mən də nə qədər inkişaf eləsək, nə qədər böyüsək də adam bir o qədər də çox qazanca ehtiyacı olur. Amma hardansa başlamaq lazımdır, hardansa başlayıb addımlamaq lazımdır. Mən bugünkü gün yadıma gəlir ki, biz portfolyo çəkilişlər eləmək üçün gedirdik, ondan bundan xahiş edirdik. Bir gəlinlik mağazasına gedirdik, tanımırdılar məni. Gəlinlik mağazasına gedirdik, deyirdi ki, mən cavan oğlan, 17 yaşında oğlan, deyirdim ki, mən bunu çəkmək istəyirəm. Bəs sizin paltarı verərsiniz, gedək filan yerə, dəniz qırağında çəkək, sizə şəkillər verərik. Gedirdik, model danışırdıq, model pul istəyirdi, adi adamlara müraciət edirdik. Yəni, zaten bəlli bir müddət sən əziyyət çəkməlisən, pul qazanmadan böyük bir əziyyətin altına girməlisən ki, sabahlarda onun geri dönüşünü görəsən. Mən demirəm, ümid işığı olmayan yerlərdə işləməyə lazımdır. Mən demirəm, səndən istifadə eləməyə qoymaq lazımdır və s. Amma sən özünü zaten o şirkətə lazımlı bir əməkdaş kimi göstərəndən sonra mümkün deyil ki, o şirkət sənə istədiyin əmək haqqını verməsin.